Ümumiyyətlə valideynlər profilaktik olaraq belə mütləq onurğa müayinəsini elətdirməlidir uşaqlarına. Çünki bugünkü dövrdə biz çox rastlaşırıq bu problemlə. Bu gün 10 dənə uşağı müayinə ediriksə, 9-unda hansısa bir deformasiya çıxacaq. Biz əgər gəldik, tutaq ki, onurğada deformasiyanı gördük, əyriliyi gördük, skalyoz əyriliyi, kifoz əyriliyi kimi və bu halda ümumi müayinəni aparanda görürük ki, pasientdə boyunda əyrilik başlayır və bu çənədə özünü göstərir, dişlərdə özünü göstərir. Ağız müayinəsi edəndə dişlərin qaralması, çürüməsi ki, bunları loru dildə deyirəm ki, tam fikrimi çatdıra bilim. Bunları müayinə edirik. Və biz bu halda mütləq ortodontlar və travmatoloqlarla lazımdırsa bir yerdə bu pasienti müayinə etməliyik. Ortodont mütləq dişlərin, çənənin deformasiyasını aradan qaldırmaq üçün yaşa uyğun olaraq plastinka və ya breketlərdən istifadə etməlidir və kompleks müalicə getməlidir. Kompleks müalicə getdiyi halda biz mütləq yaxşı nəticə alırıq. Bəzən pasientlər gəlir, deyir ki, biz 3 ildir breket istifadə edirik, doktor, heç irəliləyiş yoxdur. Və siz danışanda sosial şəbəkədə gördük, dediniz ki, onurğa çənədə özünü göstərir dişlərdə. Və biz müayinə edirik ki, burada artıq 3-cü dərəcə skalyoz var, 4-cü dərəcə skalyoz var və valideyndən soruşanda valideyn deyir ki, doktor, uşaq böyüyübdü artıq. Əvvəl balacaydı, ya çimizdirirdim, paltarını dəyişirdim, onda görürdüm. O ki, böyüyübdü, utanır və mən artıq ona baxa bilmirəm deyə, yəni bilmirəm də bu prosesi. Ya qız uşağıdırsa bir dar kofta geyinir, ya paltar geyinir, onda gördüm ki, elə bir tərəfi qabarıbdı. Və ya oğlan uşağıdırsa 99% yaşa uyğun olaraq bu əsgərliklə bağlı onlar komissiyadan keçirlər. Oğlan uşaqları daha çox bu vaxtlarda təyin olunur. Yəni dediyim odur ki, bu zaman biz çənə deformasiyası, boyunda əyrilik görürüksə, mütləq ortodontlarla bir yerdə işləməliyik. Onurğa deformasiyalarından əlavə, burada əgər bu çanaqda bir dəyişiklik görürsə, travmatoloqlar cəlb olunmalıdır və biz birlikdə kompleks şəkildə müalicə etməliyik. Digər tərəfdən bizim reabilitasiya sahəsinə aid olan serebral iflic, genetik sendrom, inkişaf etaplarının ləngiməsi və biz bu zamansa nevroloq və pediatrlarla birlikdə işləməliyik.